Bir yerde acı bir məsciddə gördüm. Heyf bizim cəmiyyətdə də elə şeylər var. Bir nəfər pişi namazdan küsmüşdü. Daha doğrusu pişi namazlardan küsmüşdü. Bir iki üç tane o məscidin imamı var idi. Küsmüşdü. Bu adam cemaat namazı ki özü də gözləyirdi də. Məsələn də zöhr azanından şam azanına qədər nə qədər vaxt var namaz qılmağa. Elə deyir. Pirus'da ki adətən cemaat namazı elə bir 5-6 dəqiqə azandan sonra başlayır da. Yəni bu əvvəldə də gəlib qılıb gedə bilərdi. Bunlar qılandan da sonra nə qədər neçə saat vaxt vardı qılmağa. Pirus'da bu məsciddə cemaat namazı təşkil olunanda arxada çox yer olur da. Məscidlər doludur ki ağzına qədər deyəsən ki yer olmadı. Yaxşı, bunların heç birini eləmirdi. Bu məsələn cemaat ki dayanıb birinci cərgə imam dayanıb və arxada cemaat dayanıb, o gedirdi imamın bir yanında ya o yanında bu qədər cemaatın gözünün qabağında nə edirdi? Namaz qılırdı. Yəni ona dedim ki, niyə belə eləyirsən? Dedi, etiraz eləyirəm. Dedim, sən əslində o imama etiraz eləmirsən, sən Allahın dininə etiraz eləyirsən, Allahın dinini gözdən salırsan. Sənin də onunla şəxsi prinsipin var. Sən, məndə namaz qılmalıyım, mümkünsüz şeydir. Ged evində qıl. Kes arxada qıl. Biraz göz gəlmək. Biraz göz gəl, ya biraz tez gəl. Yaxşı, bax o insan ki, qaçır biri gizlənir, onu məsələn hələ kim bilir ki, bu etiraz eləyib gedib. Ya məsələn əqidəsi zəifdir gedib. Hərə azdan çoxdan bir yaxşı yerə yozan var. Amma biri ki, o cürə gedib orada durub qılır, bunun vurduğu zərbə, düşmənin vurduğu zərbədən çoxdur, çox pisdir. Yəni, o cürə adam ki, əleyhissalam burada onlardan danışır, onların dinə vurduğu zərbələr, Muaviyyənin yanında olan adamların vurduğu zərbədən çox-çox pisdir. Əleyhissalam nə deyir? Deyir, belimi neçə tayfasındırdır. Biri cahil dost, nadan dost. Bir də kinəli düşmən.